İlk öncə hamınızı salamlayıram, hamınıza xoş gəldiniz deyirəm. Mən Ağdamım deyən, vətənim deyən, özü könüllü müharibəyə qatılan Elmarımın anasıyam. Hər adam özü könüllü müharibəyə qatılmır. Sadə bərbər işləyirdi mənim balam. Yeganə övlad, atası da rəhmətə gedib, məndən gizlin gedib axşam zəhbur dükana mən buradayam. Artıq 5 ildir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mənim oğlum qəhrəmandır layihəsi şəhidlərimizin müqəddəs adına, şəhid ailələrimizin ucalığını və möhkəm iradəsini yaşadır. Cəlal müəllimə, Ayşə qızıma, kimin əziyyəti varsa onlara var ol, var olun, sağ olun deyirəm. Bütün yer üzündə görünərdi kaş. Mənim şəhid analarım, oğullarımız olduğu yerlər görünərdi kaş. Azərbaycanımız sağ olsun, dövlətimiz həmişə var olsun, həmişə var olsun. Şəhid ailələr. Dünyada sülh istəyirəm, müharibə istəmirəm. İstəyirəm dünyada sülh ola, hamı firavan yaşaya. Heç kəs biz çəkdiyimizi çəkməsin. Heç bir anaya övladda Allah göstərməsin. Sağ